Sizə bəzi həkimlərimizin süd vəzisi barəsində demədiyi bir sıra məqamlar açıqlayacağım. Birincisi, süd vəzi xərçənginin əsas əlaməti onun əlamətsiz olmasıdır. Yəni, süd vəzi xərçəngi başlayanda heç bir əlamət vermir və təxminən 4-5 il bu şəkildə davam edir. İkincisi, mastopatiya deyilən yalançı diaqnoz sizi çaşdırır. Çünki nə deyirik? Mastopatiyadır da, nə var ki orada? Amma bu fonda gizlənmiş, bilinməyən süd vəzi xərçəngini itirə bilərik. Üçüncüsü, estetik əməliyyat olunmaq hələ o demək deyil ki, siz daha süd vəzinizi yoxlatmayacaqsınız. Hamı kimi, hər qadın kimi vaxtaşırı süd vəzi müayinələrinə getmək lazımdır. Dördüncüsü, sizdə genetik anamnezin olması bu hələ dünyanın sonu deyil. Bu sadəcə yol xəritəsidir. Yəni, biz biləndə ki, sizin nəslinizdə kimdəsə süd vəzi xərçəngi olub, biz bu məsələyə, süd vəzi problemlərinə daha başqa rakurslardan baxacaq. Beşincisi, hormonal məsələlər. Hormonlar bizə düşmən deyil. Sadəcə şəxsən mən bir həkim kimi sizin hormonal fonunuzu araşdırmaq istəyirəm. Və əgər tutalım ki, burada hər hansı bir endokrin patologiya, məsələn, qalxanvari vəzinin problemi varsa, sizi müalicə etmirəm, yox, mən mammoloqam. Göndərirəm endokrinoloqa ki, sizdə bu süd vəzi yaratmaq ehtimalı olan faktoru aradan qaldırsın. Davamında onu qeyd edim ki, yalnızca bir müayinə ilə süd vəzi xərçəngi aşkarlanmaya da bilər. Ona görə də əgər pasientlərə deyilirsə ki, sizə həm UZI, həm mammografiya, bəzi hallarda həm də MRT lazımdır, bu yalnızca sizin xeyrinizədir. Və sonuncu, heç vaxt qorxuya təslim olmayın. Qorxuram deyib həkimə getməmək ən böyük yanlışdır və bu halda biz xəstəliyimizi gecikdirə bilərik. Əziz xanımlar, süd vəzi ilə bağlı hər hansı probleminiz varsa, qorxmadan, çəkinmədən həkim, süd vəzi üzrə mütəxəssislərə müraciət edə bilərsiniz.